dəyərli izləyicilərim, bugün sizə Masazırda 6 nömrəli məktəbin yaxınlığında, yəni buranı tanıyanlar yaxşı bilir, böyük supermarketi keçən kimi sağa dönürsən, düz evin üstünə gəlsən. Əzizlərim, mən çəkilişə dəhlizdən başladım, yəni Girəpirxocadan başladım. Bura evimizin qonaq otağıdır. Çox səliqəli evdir, əzizlərim. Ümumi 8 otaqdan ibarətdir. Bura ailə yataq otağıdır. Burada belə yenə bir uşaq otağı var. Bura ədəb yolu. Bura sanuzel. Burada mətbəx. Əzizlərim, evimiz qeyd etdiyim kimi 8 otaqdan ibarətdir. Necə? Hər mərtəbələrdə mətbəx var. Yəni burada mətbəxə ehtiyac yoxdur heç. Aşağıda, yəni birinci mərtəbədə böyük bir xuna studiya var ki, elə ye, iç, televizora da bax, elə ən gözəl yer bax orada əzizlərim. Bura ikinci mərtəbəmizin giriş hissəsidir. İndi də gedəyin. Üçüncü mərtəbə ilə tanış olaq. Sonra girərik birinci mərtəbəyə. Əzizlərim, bax burada yenə belə bir qəşəng yer var ki, banka-bunka, mürəbbələri zaten yığmağa qəşəng belə bir yeri var. Bax, həmin o sizə dediyim Quxuna studiyada bax burada əzizlərim. Görürsünüz maşallah, bax nə böyük yerdə elə 3 otaq boyadı bəlkə də. Yəni burada bu boyda Quxuna studiya olan yerdə orada otaqla o mətbəxə ehtiyac yoxdur. İndi gedəyin əzizlərim, evimizin 3-cü mərtəbəsi ilə tanış olaq. Tam əzizlərim, 2 ailə yaşayacaq evdir. Yəni 2 ailə yaşayanda hər mərtəbələrdə sanuzel, ədəb yolu və mətbəx var. Əzizlərim, bura evimizin 3-cü mərtəbəsidir. Yəqin ki, tanış oldunuz. Evimizin sənəti paket qubça, evin də torpağın da qubçası var. Qiyməti 165.000 manatdır. Baxın, necə ki, 2-ci mərtəbədir, eləcə də 3-cü mərtəbədir. Çox qəşəng evdir. Kim alsa Allah xeyrini versin.